Xoş gördük. Bu videom Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbulla bağlıdır. Qeydiyyat başlayıb martın 16-sına dək davam edəcək. Ora kimlər sənəd verə bilər? Hazırda 4-cü sinifdə oxuyan şagirdlər sənəd verə bilər. Dövlət İmtahan Mərkəzinin saytından qeydiyyatdan keçirsiniz. 40 manat dövlət rüsumu ödəmiş olursunuz. Əgər sizin məlumatlarınız şagird məzun sistemdə deyilsə, məktəbinizə müraciət edirsiniz və sizin məlumatlar sistemə daxil olunur və müvafiq xanaların biri seçilir. Dediyim kimi qeydiyyat martın 16-sına qədərdir. İmtahanlar Azərbaycan dili və riyaziyyat fənnindən olur. Hər fəndən 30 sual, ümumilikdə 60 sual təşkil edir və imtahan müddəti 90 dəqiqədir. Xüsusi məktəbdə olduğunuz müddətdə yemək, geyim, ərzaq, bütün təminatlar dövlət tərəfindən qarşılanır. Əgər əziz valideynlər, siz övladınızın sərhədçi kimi yetişməyini istəyirsinizsə, bu əsl fürsətdir. Yeri gəlmişkən, ora qızların qəbulu yoxdur, ancaq oğlanların qəbulu həyata keçirilir. Hər bir abituriyentə uğurlar.